Və həmçinin digər dəlillərdən biri də hədisdə gəlir. Sevban radiyallahu anh hədisində Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, yəni ümmətimdən elə insanlar olacaq, onlar dağlar qədər əməllərlə gələcəklər. Dağlar qədər ibadətlərlə gələcəklər. Və Allah Teala onların əməllərini havada uçan toza döndürəcəkdir. Yəni bu hədisdən nə fayda çıxır? Yəni onlar münafiq olmurlar. Çünki münafiqin əməli əslən qəbul olunmur. Yəni bunlar o qədər əməllərlə gəlibsə, əməllər qəbul olub. Əməllər olub, əməllər toplayıblar, amma sadəcə o əməllər toza dönəcəkdir. Və bunu eşitəndə Sevban radiyallahu anhu deyir ki, Sıfhum lənə və cəllihim lənə əllə nəkunə minhum. Yəni fikir verin sahabələrin mövqeyinə, yəni belə bir təhlükəli hədislər eşitdikləri zaman deməzlər ki, yəni bu hədislərin bizə aidiyyəti yoxdur. Bu qiyamətə yaxın necə axmaq insanlar gələcək, onlara aid olsun. Amma onlar dərhal soruşurlar. Və deyir ki, Sıfhum lənə və cəllihim lənə əllə nəkunə minhum. Yəni onları bizə vəsf et. Onları bizə tanıt, onları bizə bildir ki, biz onlardan olmayaq. Və Allah Resulü sallallahu aleyhi ve sellem deyir ki, Əmə innəhum ixvanukum. Onlar sizin qardaşlarınızdır. Sizin kimi namaz qılır, oruç tutur. Və hətta gecə namazına da qalxırlar. Hətta gecə namazına da qalxırlar. Bəs yaxşı, problem nədir? وَلَكِنَّهُمْ اِذَا خَلَوْا بِمَحَارِمِ اللّٰهِ اِنْتَهَاكُوهَا. Lakin onlar haramlarla tek başına qaldıqları zaman onu edərlər. Haramlarla tək qaldıqları zaman onu edərlər. Yəni insanlar arasında məsciddə mümin, salih insandır. Amma qapıların arxasında isə qapılar bağlandıqdan sonra artıq günahları edir. Və alimlər buyurur ki, yəni o insanın qəlbində Allaha təzim olmadığı üçün belədir. Yəni hər dəfə təkliyə çəkildiyi zaman haramlara asanlıqla yönəlir. Sizin qardaşlarınızdır, sizin kimi ibadət edir, hətta gecə namazına qalxırlar. وَلَكِنَّهُمْ اِذَا خَلَوْا بِمَحَارِمِ اللّٰهِ اِنْتَهَاكُوهَا. Haramlarla tek başına qaldıqları zaman onu edərlər. Allah qorusun. Bu da 6-cı vacib. Yəni bu da onu bildirir ki, insan nə qədər əməli düzgün yerini yetirsə də onu qorumadıqca batil edən şeylərdən onun da faydası olmur.